Zamanə imamı, ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcillinə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü salavat edər. Allahümmə salli ala Muhammed ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri və yessir li əmri vəhlul uqdeten min lisani yefqahu qavli. Amin ya rabbel alamin. Allahümme a'inni fihi ala siyamihi ve qiyamihi وجنبني فيه من حفظاته وآثامه وارزقني فيه ذكر بدوامك بتوفيقك يا هادي المضلين آمين يا رب العالمين. Allahın salamı olsun siz əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə sübhün bu çağında Allah evinə təşrif götürən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, tutduğumuz orucları uca Rəbbimizə əl açaraq qəlbimizin dərinliyindən ifadə etdiyimiz bütün duaları bizdən qəbul eləsin inşallah. Allahdan diləyək, Allah bu mübarək ayın, bu mübarək sübhünü bizə çox görməsin inşallah. Möhtərəm cəmaatımız, əziz möminlər, məscidimizdə olanlar və canlı vasitəsilə ölkəmizin bütün dilbər güşələrindən və hətta ölkə hüdudlarından kənarda bizi izləyənlər, Allah hər birinizdən razı olsun və Rəbbimizə sonsuz şükürlər olsun ki, boynumuza minnət qoyaraq bizə lütf və kərəmi sayəsində artıq mübarək ayın 7-ci gününün sübhündə bizi bir daha qovuşdurdu. Həmd olsun, ara sıra hər gün daimi gələnlərdən əlavə bəzən gəlib, gəlməyən, bugün aramızda təzə gələn dostlar, qardaşlar da var. Düzdür, sübhün bıçağı biraz yuxu ilə mübarizə aparıb, mücadilə aparan qardaşlarımız da var. Baxışlarınızdan görürəm ki, yəni, rəsmən yuxu ilə, yəni, belə deyilən mübarizədəsiz. Bu sizin imanınızın göstəricisidir və nəfs ilə əqlin, məsələn, bugün yat sabah gedərsən, yəni, belə də oruç tutursan filan. Amma həmd olsun, qədəm götürüb bura qədər gəlmişsiniz. Burada mübarizə hələ də meydanda davam edir. Peyğəmbər alı Peyğəmbərə salavat edər. Allahümmə salli ala Muhammed Bəli, möhtərəm cəmaatımız, bildiyimiz kimi artıq bugün mübarək ayın neçənci günü? Həmd olsun, bəli. Ömür doğrudan da sürətlə gedir. İndi mübarək Ramazan ayının 7-si deyirik, gözümüzü açıb yumub 17-si deyib, sonra 27-si deyib və onunla da hələ bilmirik, ay bitməmiş, ömür bitəcək, bitməyəcək. Amma hələ ki, ayın bitməsini fikirləşirik, ömrün bitməsi barəsində düşünmürük. Amma doğrudan da vaxt, zaman sürətlə keçir. Günün duasında belə bir insanı düşündürən 3 ifadə keçir. Birincisi, Allahümmə a'inni fihi ala siyamihi və qiyamihi. Oruç tutan şəxs sübhün bıçağında Allaha üz tutaraq belə bir dua edir. İlahi, mənə bu günün orucunu tutmaqda və bu günün namazını qılmaqda kömək ol.
yardım et. وَجَنِّبْنِي فِيهِ مِنْ حَفَوَاتِهِ وَآسَامِهِ İlahi, məni bugün əyri yollardan, pis insanlardan və günah işlərdən uzaqlaşdır günən. وَارْضُقْنِي فِيهِ ذِكْرَكَ بِدَوَامِهِ Allahım, səni daimi yad etməyə, səni daima xatırlamağı mənə müvəffəq et. بِتَوْفِيقِكَ يَا هَادِيَ الْمُضِلِّينَ Ey yolunu azmışlara yol göstərən, bələdçilik edən, istiqamət verən Allahım. Amin. Ya Rəbbəl aləmin. Deməli, buradan biz belə başa düşürük ki, hər kəs Allaha ibadət etmir və ibadət edən hər kəs də layiqli ibadət etmir. Bu ifadəyə diqqət edək. Yaranmış kəslərin hamısı, bütünü Allaha ibadət etmir, yəni layiq deyil və ibadət edənlərin içərisində də layiqli şəkildə ibadət etməyənlər var. Allah bütün yaratdıqlarını istəyir ki, ona ibadət etsinlər. Çünki Zariyat surəsinin 56-cı ayəsində buyurur: وَمَا خَلَقْتُ الْإِنْسَ وَالْجِنَّ إِلَّا لِيَعْبُدُونِ Mən insanları, cinləri mənə ibadət etsinlər deyə xəlq etdim. İndi buradan məlum olur ki, Allahın iki növ iradəsi var. Birinə iradə-i təşrii deyirlər, kəlam və fəlsəfədə bu geniş bəhs edilir. Amma mən qısaca keçirəm, duanın o əhmiyyət və mahiyyətini izah eləmək üçün. Təşrii ibadət, yəni Allah insanı faili muxtar yaradıb, amma onun ibadət etməsini istəyir. Bu istəyi təkvini kainata ol deməsi ilə, aya, günəşə ol deyib yaratma istəyindən fərqlidir. Yəni, Yasin surəsində Allah Teala buyurur: Ya Peyğəmbər, insanlara söylə ki, İza əradəllah li şeyin kun fəyəkun. Əgər bir şeyin olmasını Allah istəsə, ol deməsi yetər ki, həmin şey kafinundan cümlə cahan bulundu. Bu Nəsiminin şeirində var, o Ənəl-Həq şeirində də kafinun deyir, kafnanundan dünya xəlq oldu. Yəni, kun fəyəkuna işarət edir ki, Allah ol deməsi ilə kainat elə oldu, yarandı, bu dünya xəlq oldu. Deməli, Allahın burada bizim ibadəti, ona ibadət etməyimizi istəməsi, buna təşrii iradə deyirlər. Yəni, Allah istəyir, amma onu da məcbur eləmir. Məsələn, bəzən görürsən ki, bir böyük birinə tövsiyə edir. Deyir ki, abalaba, bu yolu gezmək məsləhət deyil. Bu məsləhətli yol deyil. Belə eləmə. Bu yolu getmə. Sonra deyir, bax da, mən səni məcbur eləyə bilmərəm. Mənim üzərimə düşən sənə deməkdir. İndi sonda özün qərar verərsən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnna hədeynahus səbilə imma şakirən və imma kəfura. Ay mənim bəndəm, mən sənə ağıl verməklə, şuur, idrak hissini bəxş etməklə səni yaxşı və pisi ayırt edən varlıq yaratdım. Artıq sən bu şuurunla, bu əqlünlə bilirsən, bu pisdir, bu yaxşıdır. Bu yolu geçsən yaxşıdır, bu yolu geçsən pisdir. İndi deyir, mən sənə yaxşı ilə pisi ayırt eləmək üçün əql neməti vermişəm, ağıl vermişəm. İndi istəyirsən, bu yolla get, şakir bəndə ol, yəni şükridən ol. İstəyirsən, bu yolla get, yolu azan bəndə ol. Yəni, əslində, Allah insanın yaxşı yolda olmasını istəyir. Amma
Allahın bu istəyi insanı məcburiyyətə vadar eləmir. İstəyir insan bunu neynəsin? Öz seçimi ilə, öz istəyi ilə. Ona görə burada daima dua etməliyik ki, Allahım, əqlimi nəfsimə qalib qərar verginən. Əgər nəfs əqlə qalib gəlmiş olsa, o zaman insan məğlub olmuş olur. Allah Teala Tin surəsinin 4-cü və 5-ci ayəsində buyurur ki, İnna xələqnəl insana fi ahsani təqvim summa radadnahu əsfələ safilin. Deyir ki, biz insanı ən üstün varlıq olaraq xəlq etdik. Sonra biz onu ən aşağıların aşağısı etdik. Sual yarana bilər ki, ən üstün varlıq necə ən aşağıların aşağısına inə bilər? Bu artıq İmam Əli əleyhissalamın burada belə bir kəlamı var. Buyurur ki, insan həmi əməli sayəsində mələklərdən üstün ola bilər. Nəfsinə qurban olaraq, uyaraq, heyvandan da aşağı ola bilər. Bu əslində insanı kiçiltmək, rəzil duruma düşürtmək deyil. Yəni, insanın əql və nəfsi ilə mübarizədə hansının qalib, hansının məğlub olma nəticəsində insanın təyin etdiyi, özünün seçim etdiyi məqamdır. Çünki mələklərdə əql var, şəhvani hiss yox. Heyvanatda şəhvani hisslər var, əql yox. Amma insanda həm əql var, həm də şəhvani hiss var. İmam Əli əleyhissalam buyurur, əgər əql şəhvani hissləri, nəfsani hissləri üstələmiş olsa, bu insan mələkdən ona görə üstündür ki, mələki pisliyə çəkəcək o qüvvə yoxdur. Amma insanda varkən, insan onu aşaraq əqli seçim etmiş. Ona görə mələkdən üstündür. Amma nəfsi əqlinə üstünlük qələbə çalsa, nəfs qalib, əql məqlub olsa, belə olan halda deyir insan heyvandan da aşağıdır ona görə ki, heyvanda şəhvani hisslər var, amma onu yaxşılığa çəkən, vadar eləyən əql olmadığına görə insanda varkən nəfs onu üstələdiyinə görə bu ondan da aşağıdır. Ona görə ayətdə buyurur, İnna xələqnəl insana fi ahsani təqvim. Biz insanı ən üstün varlıq olaraq yaratdıq. Yəni, əqli ilə insan yaradılışın fəxridir. İnsana fəxrül kainat deyərlər. Allah buyurur ki, mənim bəndəm. Mən hər nə yaratmışam, sənin üçün yaratmışam. Amma səni özüm üçün yaratmışam. Ona görə insana fəxrül kainat deyirlər. Yaranmış məxluqat, kainat içərisində, bu yaranmış aləm içərisində. İnsan ən alisidir, ən üstünüdür. Günün duasında buyurur, Allahümmə ə'inni fihi alə siyamihi və qiyamih. Allahım, bu günün orucunu tutmaqda, sənə ibadət etməkdə mənə kömək ol, mənə güc qüvvət ver. Bilirsinizmi bu dua insana nəyi xatırladır? Bəzən insan istəyir, amma tənbəllik edir. Məsələn, elementar bura gəlmək. Məyər sübhlər gəlmək istəyən yoxdur? Nə qədər gecə yatanda, məsələn, deyir, sabah sübh duracam. Durur, amma duranda deyir, elə sabah gedərəm. Artıq sabah gedərəm, 7-ci sabahda hələ gəlib çıxa bilmir. Yəni, bunun özündə belə Allahdan insana nə olmalıdır? Təbii ki, durursan, oyanırsan, əstəğfirullah ilə başa düşülməsin ki, bura gələnlər qəhrəmandır, igiddir, bunların ibadəti daha çox, orucu daha... Yox, o mənada demək istəmirəm. Amma burada ilahi bir kömək olmalıdır, ilahi bir təkan olmalıdır. Yəni, biz zaten bu ibadət edirik, zaten bu orucu tuturuq. Amma sübhün bu çağında burada olmaq üçün Allahdan insana nə olmalıdır?
bir kömək olmalıdır. Ona görə biz elə bilməyək özümüzdən də. Yəni burada Allahın xüsusi köməyi, inayəti olmasa bizdən bir şey yoxdur. Yəni hər nə var Allahdandır. Hər nə yaxşı iş varsa Allahdandır. Ona görə artıq oruc olan şəxs başa düşür ki, yenilməz qüvvət, qüdrət sahibi Yaradanımız, Rəhman olan Allahımızdır deyə deyir, Allahümmə ə'inni fihi alə siyamihi və qiyamih. Allahım, mənə bu günün orucunu tutmaqda, sənə ibadət etməkdə güc, qüvvət verginən, kömək ol günən. Və cənnibni fihi min hafazatihi və asamih. Allahım, məni bugün əyri yollardan və günahlardan, pis insanlardan, pis işlərdən uzaq etginən. Yəni, bu da çox mühümdür. Allah bizi mərd məzardan uzaq eləsin, məkri zənəndən uzaq eləsin, şər, böhtan, yalan danışan insanlardan uzaq eləsin. Varzuqni fihi zikrəkə bədəvamih. Allahım, səni daim yad etməyi, səni zikr etməyi mənə müvəffəq etginən. Yəni, daima səni yad edim və səni zikr edim. Baxın, bu da çox mühüm duadır. Çünki Allahı yad etməklə qəlblər aram olur. Əla bi zikrillahi tətməinnül qulub. Allahı yad etməklə qəlblər aram olmazmı? Yəni, əgər Allah birinin yadındadırsa, o insan heç vaxtı zülm eləməz. Əgər Allah bir insanın yadındadırsa, o insan heç vaxtı yalan danışmaz. Allah əgər bir insanın yadındadırsa, o heç vaxtı böhtan atmaz. Allah əgər bir insanın daima yadındadırsa, o heç vaxtı insanların haqqına girməz, onların barəsində olmayan sözləri danışmaz. Bunların hamısı bilirsinizmi nə zaman baş verir? Allah unudulanda, Allah yaddan çıxanda. Ona görə biz bir anlıq o günah anında Allahın nazir olduğunu, bizə nəzarət etdiyini, bizi gördüyünü unudaraq biz onu edirik. Yəni, həmin anda bizim Allahımız bizim nəfsimiz olur. Bu sözlər biraz ağır sözlərdir. Deyə bilərsiniz ki, əstəğfurullah, necə yəni nəfs mənim Allahım olar? Yəni, həmin anda Allah yaddan çıxır. Həmin anda Allahın səni gördüyü sən yadından çıxardırsan və görürsən, peşman olanda vicdan əzabı çəkirsən, tövbə edirsən, Allah bağışla, Allah bilməmişəm, Allah bir daha eləmərəm. Ona görə Allahı daim, davamlı yad etməyi Allahdan istəmək lazımdır ki, Allah yadımızda olsa, biz Allahın əziz bəndəsi olarıq. Allah yadımızda olsa, mehriban insan olarıq. Ona görə günün duasında doğrudan da 3 duadır, 3'ü də düşündürücüdür. Mən də biraz xülasələşdirim, artıq 15 dəqiqə olur. Sonra elə olsun ki, bugün təzə gələnlər deməsin elə, bugün getdim biraz, hacı çox danışdı, elə evdə qılım, canlıdan baxım, kifayət eləyər. Hərdən o gələ bilməyənlər günüz görüşəndə, iftarda, Quran tapşırdı da, ya yolda, deyir, maşallah canlıdan izləyirəm ha. Yəni, məscidin 5 metrəliyində də deyirəm ki, onu canlıdan ölkədə olmayan izləsin də, rəhmətli nəvəsi. Sən ki, buradasan, onu özün gəl elə canlı izlə də, onu o biri canlı ayrı, bu canlı ayrı da. Yəni, istəyir indi biraz şirinli eləsin ki, yəni xəbər var da, səhər oyağam, yəni baxıram. Ona görə doğrudan da bunlar bir tarixdir. Yəni, keçən il aramızda olan bəzi möminlər bu il aramızda yoxdur. Bəzisi dünyasını dəyişib, bəzisi ruzi ardıca ölkədən kənardadır, indi yazan, eləyən olur da qardaşlar. Bəziləri xəstəlik səbəbindən ürəyi istəyir, amma yataqdan qalxıb gələ bilmir. O, dünyasını dəyişənin yerində sən də ola bilərdin, mən də.
ailənin ehtiyacını ödəmək üçün ruzi ardıca ölkədən kənarda olan sən də ola bilərdin, mən də ola bilərdim. Və bugün ürəyi burada sənin, mənim tək gəlib iştirak etmək istəyib, amma pasteldə, yataqda olan o xəstənin yerində sən də ola bilərdin, mən də ola bilərdim. Amma bugün sənə, mənə Allah nəsib edibsə, sübhün bu çağında, Allahın öz evində, Allaha üz tutub, dua etmək, namaz qılıb, zikr etməyi nəsib edibsə, bunun şükürünü gərək haqqını əda edək. Bunun gərək Rəbbimizə çox sağ olunu layiqincə ifadə edək. Ona görə bu doğrudan bir tarixdir. Bunun tarixin yaddaşına bizlər olmadıqda bir gün baxarlar, izləyərlər. Kərbəlayı Mahir qardaşımız, Kərbəlayı Səxavət qardaşımız, Cavan qardaşımız Əli əzizimiz, bunlar xidmət göstərirlər sözün həqiqi mənasında. Yəni, biz burada 100 nəfər, 150 nəfər iştirak edirik, amma yüzlər, minlər, 10 minlər, 100 minlər insanların da bu kəlamları eşitməsinə vəsilə bu qardaşlarımız olur. Allah onlardan da razı olsun. Sübhün çağında onlar da gəlirlər, çəkiliş edirlər, yükləyirlər, paylaşırlar. Ona görə bu günləri sosial media dövrüdür və yaxşı və pisin inkişafı, belə deyək, oradandır. Baxırsan, pis işdə o qədər bir-birinə dəstəkdilər, səhifələr və ya paylaşımlar. Amma biz möminlər, iman əhli çox süstük, çox süstük. İstər paylaşım baxımından, istər paylaşımlara dəstək baxımından. Yəni, əslində bunlar xeyrin yayılmasında, başqalarının da bu xeyirdən faydalanması üçün hər birimiz aktiv şəkildə iştirak etməliyik. Bu günləri sosial mediaları, TV kanallar, baxsaq, xəbər portalları o qədər ziyanlı və zərərli xalqımıza, millətimizə, insanlığa ziyan və zərər verici paylaşımlarla bizlər qarşılaşır. Ona görə heç kim bu məsələdə yaxasını qırağa çəkə bilməz. Bizim də boynumuza düşən bu paylaşımlar məsələsində artıq bizim də bir payımız olmalıdır. Ona görə bu məsələdə biraz aktiv olmaq lazımdır. Allahım, etdiyimiz duaları qəbul etkinən. Bu günün orucunu tutmaqda, ibadətlərini etməkdə bizə güc, qüvvət əta etkinən. Allahım, qəlbimizdə olan hacət və mətləbləri rəva etkinən. Allahım, dini İslama qüvvət verginən. Sayımızı günü-gündən artırginən. Allahım, cümlə şəhidlərimizə rəhmət etkinən. Atalarına, analarına səbri əyyubi kəramət etkinən. Allahım, cavan qardaşlarımızı, o əskər balalarımızı ağla gələr gəlməz xəta bəlalardan amanda saxla ginən. Allahım, qəlbimizdə elə hacət və mətləblər var, sənə agahdır söyləməyə nə hacət, qəlbimizdə olan hacət və mətləbləri rəva etkinən. Zamanə imamımızın zuhurunda təcil etkinən. Etdiyimiz duaların qəbuluna Peyğəmbər alı Peyğəmbərə sələvat şükür edin. Allahümmə salli ala Muhammed və ali Bismillahirrahmanirrahim. Allahümme kulli veliyken Hacet ibnil Hasan Savatüke aleyhi ve ala bayi fi ağzı sa'a ve fi kulli sa'a veliyen ve hafizan ve gaiden ve nasira
وذليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. السلام عليك يا رسول الله، السلام عليك يا نبي الله، السلام عليك يا محمد بن عبد الله. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكم يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن، السلام عليك يا قاطع البرهان، السلام عليك يا نور الله، السلام عليك يا عين الله، السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجه وسهل الله تعالى مخرجه وهلك الله تعالى أعداءه بالنبي المتلى وآله وبالفاتحة مع السلام. اللهم صل على محمد وآله. Peyğəmbər, ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Cəmiyyət şəhidlərimizi salavatla yad edək. Allahümmə salli ala Muhammed və ali Cəmiyyət xəstələrinin acil şəfa tapmalarına salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Xəstələrimizin salamatlığına xatir salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Qazilərimizin salamatlığına xatir salavat zikr edək. Allahümmə salli ala Zindanlarda olan məhbusların, müşriklərin həll olunmasına salavat zikr edək. Sürücülərimizin salamatlığına xatir salavat zikr edək. Övlad arzusunda olan ailələrimiz var.
Sizdə də əməl salih övladları olmasından ötəri salavat zikr eləyək. Hazır əhməd elədi, cəmaat namazı qıldı. Allah razı olsun ondan. Özünün ailəsinin salamasına xatir, valideynlərin salamasına da xatir, ömrünün, elminin daha da bərəkətli olmasından ötəri və dünyasını dəyişmiş ata-babalarının, ənvatlarının istirahəti ruhuna xatir salavat zikr eləyək. Allahümmə salli Muhammed və ali Muhammed. Kərbəlayı qardaşımız zəhmət çəkdi, dualar oxudu və salavatlar zikr etdi. Özünün, ailəsinin, balalarının salamətliyinə, xüsusilə sübhün bu çağında bura cəm olan bu cəmatın mənəvi ailesi ilə, övladları ilə, özü ilə, işi ilə, sağlamlığı ilə bağlı nə sıxıntısı, çətinlik, problemi var, həllinə salavat zikr edir.